bugün, o da qeyd edeyim ki, mən özüm Qərb Azərbaycanlıyam, Hacıyeləndənik. Tarix müəllimim, tarix müəllimim, nəvəsi olaraq sizə dönə-dönə təşəkkür edirəm. Və buradan bir onu deyəcəyəm ki, mənim anamın, üzr istəyirəm, anam Balkanın toyunda Rəminə xanımda məhz onun iştirakı ilə olur. Ona da xüsusi təşəkkür edirəm. Və bir onu deyə bilərəm ki, siz ne diyebilirsiniz aynı zamanda bu ses danışan hanımlara, evlerinize, yani görüşmeyebilirsiniz. Səmalə xanımın səsinə səs verib yığılan bütün xanımlar və bəylər. Yəqin siz məni eşidirsiniz, deyləmin? Bir alqış olsun, bir motivasiya verək. Niyə biz bugün Səmalə xanımı incirək? Axı bu cürədiyə çəkir. Sizin hər birinizin gələn ayağınız var olsun. Düşünürəm ki, bu gün vətənini sevən, elini, torpağını sevən, Qərb Azərbaycanın tarixini dünyaya dönə-dönə sevərək təqdim edən Səmalə xanıma hər birimiz dəstək olmalıyıq. Burada qonaqlarımız olan qazilərimiz, şəhid ailələrinə xüsusi təşəkkürümü bildirirəm. Gələn ayaqlarımız var olsun. Bizim hər birimizin içimizdə bir vətən sevgisi var. 30 illik Qarabağ həsrətini tam verən Yaradanın